Hər kəs salam dostlar. Bu gün sizlərlə bir yerdə Naxçıvanda yerləşən Duzla mağarası haqqında məlumat verəcəyəm. Duzla mağarası Naxçıvan Muxtar Respublikasında Naxçıvan şəhərindən təxminən 12 kilometr məsafədə yerləşən dünyada məşhur duz mağaralarından biridir. Burada həm qədim duz mədəni, həm də müasir fizioterapiya mərkəzi fəaliyyət göstərir. Əsas xüsusiyyətləri isə təbii duz mağarasıdır və havası duz hissəcikləri ilə zəngindir. Burada speleoterapiya, duz terapiyası tətbiq olunur. Bu üsul bronxial astma, allergik rinit, xroniki bronxit və bəzi digər tənəffüs yolu xəstəliklərinin müalicəsində istifadə edilir. Mağaranın daxilində temperatur və rütubət il boyu demək olar ki, sabit qalır. Hava isə çox təmiz və duzlar döşəmənin bəzi hissələrində xırda duz kristalları görülür. Divarlar və tavanda əsasən təbii qaya duzundan ibarətdir. Lakin insanların rahat hərəkət etməsi üçün əsas keçid yolları düzəldilib təhlükəsiz vəziyyətdə gətirilib. Tunellər və istirahət sahələrində taxta və ya metal skamyalar yerləşdirilib. Xəstələr burada oturub dincəlir, söhbət edir və ya sadəcə duzlu havada vaxt keçirirlər. Bufet. Yeraltı şöbədə kiçik bufet fəaliyyət göstərir. Burada çay, su, qəhvə, yüngül qəlyanaltılar, bəzi ərzaqlar almaq mümkündür ki, xəstələr uzun müddətli qalarkən ehtiyaclarını ödəyə bilsinlər. Evet. Insanların rahat qalması üçün nəzərdə tutulub. Baltaların xüsusiyyətləri. Baltalarda adətən 2-4 ada çox nəfərlik yerlər olur. Hər xəstəyə üçün çarpayı, döşək, yastıq və yorğan verilir. Otaqlar sadə, təmiz və sakit olur. Hava mağaranın təbii duzlu havasıdır və xüsusi ventiliasiya sistemi ilə daima yenilir. Yeraltı və yerüstü komplekslərdə kitabların olduğu kitabxana mövcuddur. Xəstələr seansları zamanı kitabxanaya gəlib vaxtlarını keçirdə bilirlər.